Salam əleykum, hər vaxtınız xeyir. Bu günləri tam fərqli bir mövzuda vlog çəkmək istəyirəm. Bu vlogu da çəkməkdə məqsədim öz başıma gəldiyinə görə kiminsə də başına gəlməməsi üçün bu bir növ məlumat xarakterli, yəni sözün düzü mən də usta deyiləm, bu sahənin professional deyiləm, amma yenə də başıma gəldiyi üçün deyir başına gələn başmaqçı olar. Başıma gələn bir məsələni sizinlə bölüşmək istəyirəm. Mövzum Adbul. Adbul nədir? Azərbaycanda bir çox insan demək olar ki, Adbulun nə olduğunu, nə üçün olduğunu anlamırlar. Bu günləri ilk növbədə buna aydınlıq gətirəcəm. Deməli, Adbul tərkibini tam olaraq bilmirəm, amma əsasən bir növ duzlu su kimi bir şeydir. Heç bir, belə deyək də, əks təsiri, məsələn, insana toxunsa, əlinə toxunsa, tökülsə, nəsə bir şey olsa, heç bir əks təsiri yoxdur və dizellə olan ən çox istifadə olunur. Məndə Chevrolet Cruze dizel avtomobilidir. 2017-ci il, bəli, əksəriyyət bunu da işləndə ilk dəfə deyirlər ki, Cruze'un da dizelim var. Bəli, Cruze'un da dizel var. Chevrolet Cruze dizel. Deməli, qaydaq mövzumuza. Gördüyünüz kimi bu Adbul hissəsi, bu yanacaq bakı. Yəni bu iki çən ayrı-ayrılıqda yerləşir. Bu yanacaq çəni, bu da Adbulun çəni. Təxmini deməli 20 litrə qədər səhv eləmirəmsə çənin miqdarı var. Deməli, gözəl insanlar, baş bölüşmək istəyirəm sizinlə. Mütləq şəkildə yeni, belə deyək də, Euro 6 olan maşınlara, mühərriklə işləyən dizel maşınlara Adbul mütləq şəkildədir ki, yaxşı keyfiyyətli Adbuldan istifadə. Orada mən yenidən qayıtmaq istəyirəm. Bu göstərdiklərimizə mən bunların üzərindəki etiketi həm reklam olmasın deyə, həm də başqa bir məqsəd olmasın deyə bunları üzərindən sökdüm. Deməli, bu 20 litrlik qablaşdırmada olan Adbulu biz almışdıq 35 manata. Yəni belə deyək də, o aralıq yerlərdə daha da ucuza tapmaq olar. Bu isə Türkiyə istehsalı olan 10 litrini mən alıram 30, bəzən 35 manata. Deməli, yeni Euro 6 markalı, Euro 6 mühərrikli maşın, dizel yanacaqlı maşın idarə edirsinizsə, qəti şəkildə, yəni bax bu gördüyünüz Adbullardan hansı ki 20 litri, nə bilim 25 manata, 20 manata, 30 manata, 35 manata qəti şəkildə bu Adbulları maşınınıza tökməyin. Bunlar sistemi yəni